Azərbaycan Premyer Liqasında mərkəzi qarşılaşma Sabah Qarabağ oyununun ardınca elə dərhal isti-isti yayımdayıq. Sportal TV-də futbolda gündəm verilişinin vaxtıdır. Ölkə futboluna həsr olunan müxtəlif mövzuları müzakirə edirik bu proqramda və bu gün də elə Sabah Qarabağ matçı başda olmaqla bir sıra mövzulardan danışacağıq. Sportal AS saytının təsisçisi Emin Abbasov bu gün də qonağımızdır və onunla birlikdə verilişimizin daimi eksperti. Onunla bir yerdə biz ölkə futbolunun gündəmini müzakirə eləyəcəyik. Ən vacib detalları sizə təqdim eləyəcəyik. Toxunacağıq. Emin, xoş gördük. Xoş gördük Azər. Emin, Premyer Liqada bax belə bir qarşılaşma izlədik. Hansı ki, hər zaman belə oyunları arzuluyuruq. Maraqlı futbol, rəngarəng futbol və turnir cədvəlinə təsir eləyən, xüsusilə lider mövqeyinə təsir eləyən bir hesab, geri dönüş. Oyunla bağlı isti-isti fikirlərini istəyirəm alım. Sabahla Qarabağ arasında oyunlar demək olar həmişə dramatik alınır və əgər statistikaya baxsaq, son 8 maçda Qarabağın yalnız bir qələbəsi var idi. Bu deməkdir ki, ümumiyyətlə son dönəmlər Qarabağ həmişə Sabahla oyunlarda çətinlik çəkir və maraqlısı odur ki, fərqi yoxdur. Məsələn, Sabahın baş məşqçisi Murad Musayev olanda da, hətta o keçid dönəmində Panamarov çalışdıranda da, Renduliçin vaxtı Birizuskinin də, Dambrauskusun ümumən baxırıq ki, Qarabağa tərs rəqibdir Sabah. Çünki məşqçinin kimliyindən asılı olmayaraq baxırsan ki, oyunları ağır alınır Qarabağın bu rəqiblə və ümumiyyətlə götürəndə misli Premyer Liqasında çempionatın hardasa tən ortasında, yarısında lider dəyişikliyi çox az görürük, nadir baş verən hadisələrdən biridir. Adətən Qarabağ artıq çempionatın bu dönəmlərinə taxta yerini möhkəmlədir və rəqiblərin hətta xal fərqində artır. Amma bu dəfə bir fərqli mənzərəyə şahidlik eləyirik və artıq bu fasilə ərəfəsindəki son turdan əvvəl belə bir nəticə qeydə alınıb. Sabah liderliyi ələ keçirib və əgər son turda Sabah qələbə qazanarsa, bu o deməkdir ki, Sabah qış çempionu olacaq. Dediyim kimi, çoxdandır biz belə bir mənzərəyə şahidlik eləməmişik. Sırf oyunun özünə gəlincə, əvvəldən də bilirdik ki, Sabah bu oyuna yaxşı hazırlaşacaq. Çünki xüsusən son turlarda Sabahın biz oyununa baxanda gördük ki, göz oxşuyur, maraqlı, kombinasiya dolu, toplan yaxşı rəftar edən futbolçulardan ibarət gözəgəlimli bir oyun stilinə, tərzinə malik komanda izləyirdik və bu oyuna da çox yaxşı hazırlaşmışdılar. Bəli, başdan onu demək lazımdır. Heyətlərə belə qısaca nəzər salanda Qarabağda start heyətində Montielin yer aldığı və Yankoviçin ehtiyatda əyləşdiyini qeyd eləmək lazımdır. Dambrauskus buna qarşılıq olaraq Xaybullayevi start heyətində meydana buraxmışdı. Çünki yəqin ki, orta xəttdə o gedəcək mübarizəni nəzərə alıb daha çox dağıdıcılıq funksiyasında xeyir verəcək bir futbolçunu düşünərək Xaybullayevi döyüşə atmışdı. Oyun hardasa daha çox Qarabağın belə rahat bir oyunu ilə başladı, amma ilk dəqiqələrdən də Sabah irəlidə qarşılayırdı rəqibini, pressing eləməyə çalışırdı və hardasa bu komanda mənə Murad Musayevin komandasını xatırlatdı. Çünki onlar da hər zaman Qarabağa qarşı o pressing tətbiq eləməklə, Qarabağın oyununu elə öz qapıları önündə pozmaqla nəticələrə nail ola bilirdilər və Dambrauskas da eyni yolu seçdi, şiddətli pressing. Demək olar Qarabağa müdafiədən çıxmağa imkan vermirdilər, amma hardasa 20-25 dəqiqə Qarabağ normal bir futbolunu sərgiləyə bilirdi. 25-ci dəqiqədən təxminən etibarən Qarabağın oyunu üzü aşağı getməyə başladı. Burada bir neçə nüans var. Birincisi, mən açığı baxdım start heyətində Qurban Qurbanov yenə Nəriman Axundzadəyə güvənmişdi. Hücumçu kimi Kamilo Duran oynayırdı, amma Nəriman Axundzadə sağ winger kimi meydana çıxmışdı. Düzdür də Araz Naxçıvanla oyunda da meydanda olmuşdu Nəriman Axundzadə, qol da vurmuşdu, amma niyə davamlı olaraq yenə Nərimana güvənir Qurban Qurbanov? Düzdür, mən bunu başa düşmədim. Yəni niyə bu qədər sevgi və qayğı göstərsin? Düzdür, indi buna səbəb ola bilər ki, Nəriman Axundzadəyə təzyiq çoxdur, hamı onun üzərinə gedir. Futbolçu psixoloji cəhətdən də düşə bilər. Bəlkə bunu düşünərək Qurban Qurbanov onu ehtiyatda oturtdurmayıb da oynamaq şansı verir. Amma şəxsən mən o fikirdəyəm ki, bax Nəriman təxminən hardasa qeyd elədim 65 dəqiqə meydanda oldu. Və yenə də sanki o Ajax-la oyunun bir təkrarı idi. Ayağına nə top gəlirdisə itirirdi. Demək olar heç bir hücumu düzəməli davam elətdirə bilmirdi və 65 dəqiqə heç nə haqqında bəhs olunmayacaq bir Nəriman Axundzadə performansını görməkdənsə, bəlkə bir period elə ehtiyatda əyləşsin, bəlkə bir period biraz onda əsəbləri yerinə gələrdi, bəlkə biraz psixoloji cəhətdən o da rahat atlayardı bu
durumları. Çünki yenə deyirəm, bu oyunda biz indi ayrı-ayrı Qarabağın bəzi futbolçularına toxunarıq, amma tənqidə məruz qalası oyunçulardan biri yenə də Nəriman Axundzadədir. Adam demək olar heç nə eləmədi. Qol vurdular Qarabağ, hesabda irəli çıxdılar. Kamilo Duranın birinci hissədə yaxşı epizodu var idi. Təkbətək çıxdı, qeyri-dəqiq bir zərbə ilə yatdı qaldı. Burada oyunun qırılma nöqtələrindən biri həm də təxminən elə 25-ci dəqiqə o ərəfələrdə Joni Montielin zədələnməsi oldu və Montielin yerinə girən Yankoviç o qədər də uğurlu oynamadı. Ümumiyyətlə Yankoviç zədədən qayıdandan sonra sanki heç cür əvvəlki performansını yaxalaya bilmir. Baxırıq, bəzən top itkiləri var, bəzən hücumları ləngidir. Ajaxın oyunda da zəif bəndlərdən biri idi. İndi bu oyunda da deyə bilmərik ki, komandaya kömək elədi, amma düzün mənə biraz qəribə gələn həm də o idi ki, Qarabağın yəni Sabahla oynayacaq gücü elə 20-25 dəqiqə idimi? Çünki dediyim kimi bu 25-30-cu dəqiqədən etibarən Qarabağ sürətli olaraq üzü aşağı getməli oldu. Hə, oyun başlayanda Sabahın bir pressingi var idi. Oyun başlayanda məsələn sol cinahda Maluda fəal görünürdü. Hiss olunurdu ki, Mateus Silva ona qarşı oynamaqda çətinlik çəkir. Amma dəqiqələr keçdikcə o Maludanın sanki özgüvəni digərlərinə də keçdi. Elə birinci hissədə götürəndə 2 dəfə Simiçin zərbəsi dirəkdən qayıtdı. Çox yaxın məsafədən bir topa Mikkelsin toxunuşu var idi ki, qapının üstündən getdi. Hələ birinci hissədə baxmayaraq ki, fasiləyə Qarabağ üstün yollanmışdı, amma Sabahın real bir 3-4 qol epizodu var idi. Sabah dediyim kimi fasiləyə qədər daha üstün futbol sərgiləyirdi. Burada mən açığı Qurban Qurbanovun müdaxiləsini gözləyirdim ki, oyunun gedişatına bir əl qoyacaq. Çünki adi gözlə də görünürdü ki, Qarabağ sanki Sabahın təklif elədiyi sürətlərə tab verə bilməyəcək. Heç cür tab gətirə bilməyəcək. Çünki Sabah həm istəkli oynayırdı, Sabah həm sürətli oynayırdı, Sabah həm sözün yaxşı mənasında aqressiv oynayırdı, zonalar vermirdilər, pressingdən boğurdular Qarabağın o aktivliyini elə ilk fazada. Bunu dəyişmək lazım idi. Nəyin hesabına dəyişəsidirsə, təbii ki, bunun hesab kitabı Qurban Qurbanova məxsus idi, amma açığı mən bir şey görmədim. Elə komandalar fasiləyə necə yollanmışdılarsa, fasilədən sonra da elə eyni minvalda, eyni tərzdə bir oyun getdi və ikinci hissədə əvvəlcə Sabah hesabı bərabərləşdirdi. Oyunun sonlarında da qələbə qolunu vurdu. Sabahın hesabı bərabərləşdirdiyi o hücum zamanı Qarabağın müdafiəsi bərbad bir oyun sərgilədi. Kevin Medina, yəni bu hansısa oyunlardan birində biz bu barədə danışmışdıq. Dəqiq xatırlamıram, Avrokubok maçlarından biri idi ki, düzgün düzülmürdü Qarabağın müdafiəsi. Yəni burada da biz bir anlıq fikir versək, 4 müdafiəçi eyni xətt üzrədir. Bəhlulla Medina yanaşıdır, Elvin Cəfərquliyev sol cinahda ilişib qalıb və bu demək olar müdafiə redutu arasından çox rahat şəkildə Sabahın futbolçusu topu alıb qol vurdu. Medinanın bir əndrabadi ayaq hərəkəti vardı. Topu qarşılamaq istəyirdi. Bunu bacarmadı. Mənə elə gəlir ki, ümumiyyətlə bu oyun Medinanın və ümumən götürsək Qarabağ müdafiəsinin passivinə yazıldı. O qədər boşluqlar, o qədər bir rəqibə açıq zonalar verdilər ki, yəni bu Qarabağın səviyyəsinə uyğun gəlməyən səhvlər idi. Yəni hansısa turnir cədvəlinin aşağı pillələrində gedən, zəif heyətə malik komanda bunu eləsə anlaşılandı, amma Qarabağ kimi bir komandanın bu cür oyun tərzi dediyim kimi yəqin ki, azarkeşlər və futbol mütəxəssisləri tərəfindən də qəbul olunmazdı. Ümumən götürəndə Sabah layiqli qələbə qazandı. Sabah çox yaxşı oynadı. Haqq elədiyi bir qələbəni 3 xala əldə elədilər və nəzərə alsaq ki, Neftçini də məğlub eləmişdilər, nəzərə alsaq ki, Qarabağı məğlub elədilər. Bəlkə də o müəyyən gözlənilməyən xal itkiləri olmasaydı ki, bu maça qədər həm Qarabağın, həm Sabahın hərəyə bir məğlubiyyəti var idi. Sabah İmişliyə məğlub olmuşdu, Qarabağda Sumqayıta. Sabahın İmişliyə məğlubiyyəti var bu mövsüm, Şamaxı ilə heç-heçəsi var, Sumqayıtla heç-heçə oynayıblar, Araz Naxçıvanla heç-heçə oynayıblar, bu xatırladıqlarımdandır. Yəni bu oyunlarda heç olmasa bir-ikisində qələbə qazansaydılar, bəlkə indi daha çox xal fərqi ilə artıq liderliyi ələ keçirərdilər. Bu həm də bir çağırışdır Qarabağ üçün. Dediyim kimi çoxdandır biz belə bir mənzərəyə şahidlik eləməmişik və indi görünən odur ki, qışdan sonra Qarabağın işi heç də asan olmayacaq. Çünki Sabah elə bir çıxış yaxalayıb ki, elə bir özgüvən əldə ediblər ki, qışdan sonra onlar düzdür, indi belə baxsaq hələ Sabahın Qarabağla öz aralarında 2 oyun var, amma qışdan sonra
bəlkə də o planlaşdırılmayan xal itkilərindən qaça bilsə Sabah, bu o deməkdir ki, hətta çempionluğa da gedə bilər. Yəni qış çempionluğu belə özü az deyil və bəzən deyirlər iştah diş altında olur. Belə komandalar uğur qazandıqca biraz daha özgüvən əldə edirlər. Heyət baxımından həqiqətən yaxşıdırlar. Biz dəfələrlə danışmışıq. İndi Mikelsin potensialını hamımız bilirik. Hələ nəzərə almaq lazım ki, Sabahın hücumçusu yoxdur. Məcburiyyətdən Mikelsi orada oynadılar. Amma yeni gələn Simiçdir, Maludadır, Puxaç özüdür, Zedatkadır. Yəni bu futbolçular Sabahın gücünə güc qatıblar. Üstəgəl məşqçi işi, üstəgəl ümumi o ansamblda olan o müsbət əhval-ruhiyyə hamısı bax belə bir yaxşı nəticəni şərtləndirir və Sabah belə görünür ki, bu mövsüm Qarabağ üçün ciddi baş ağrı olacaq. Mənə bu Sabah hardasa Qriqorçuklu Qəbələni xatırladır. Çünki hətta elə bir mövsüm olmuşdu ki, Qarabağ mövsüm boyu Qəbələni uda bilməmişdi. 4 maçın heç birində qələbə qazana bilməmişdi və müxtəlif dövrlərdə biz müxtəlif komandaların belə bir barışmaz rəqabətini izləmişik. Bu bir dövrlər xüsusən Neftçi Xəzər Lənkəranı idi. Sonradan Qarabağ Neftçi idi, Qarabağ Qəbələ idi və indi belə görünür ki, bu hardasa Qarabağ Sabaha dönüşür. İndi Neftçi də var bu mübarizənin içində, amma bugünkü Neftçi Sabah qədər iddialı deyil, Sabah qədər potensiallı və bu gün o səviyyədə oyun sərgiləmirlər ki, Qarabağa rəqabət versinlər, amma Sabah bu işə həqiqətən yüksək səviyyədə görür, yaxşı həyata keçirirlər. Bundan sonra Qarabağ üçün çətin bir dönəmdir. Ümumiyyətlə Qarabağ hardasa bəlkə həm uğurlu, həm də uğursuz mövsümünü yaşayır. Bir tərəfdən baxanda Avrokuboklarda Çempionlar Liqasında əsas mərhələyə düşməklə Azərbaycan meyarlarına görə fantastik bir pul qazanıblar və bu puldan səmərəli istifadə etməyə çalışacaqlar. Və artıq mətbuatda da xəbərlər yayılır ki, Qarabağ qışda təcili şəkildə heyətini gücləndirməyə çalışır. Çünki hər nə qədər biz desək də ki, Qarabağın güclü heyəti var, amma belə komandalarla oyunda istəyir, Avrokuboklarda istəyir, Sabah kimi iddialı rəqiblərlə maçlarda görür ki, əziyyət çəkirlər, oyunu dəyişə bilmirlər, oyunun gedişatına təsir eləyə bilmirlər. Bu nəyə əlamətdir? Bəlkə Qarabağ həm mental, həm fiziki cəhətdən artıq çöküşdədir. Çünki Ajax'dan oyunda da biz bunu gördük ki, komanda artıq sonlara yaxın 20-25 dəqiqəni oturmuşdu, heç cür darta bilmirdi. Sabahla oyunda hardasa 60-65 dəqiqə rəqibdən çox geri qaldılar, rəqibin sürətlərinə ayaq verə bilmədilər, böyük çətinliklərlə üzləşdilər. Bu yəqin ki, Qurban Qurbanov üçün düşünməyə bir əsasdır. Elə bu düşüncələrdən bir yola çıxıb növbəti transferləri eləməlidir, ya komandanın hazırlanan yeni baxış keçirməlidir. Amma dediyim kimi bu oyun həm Qurban Qurbanovun passivinə yazıldı, həm Qarabağın müdafiə xəttinin ümumən oyunçularının passivinə qeyd edildi. Çox zəif bir maç keçirdilər. Çünki bir var planlaşdırılmamış xal itkisi. Bunu hardasa qəza da deyilir. Çünki istənilən komanda mövsüm boyu görsən ki, xal itkilərinə üzləşir. Amma bir də var ki, xal fərqi 33-31 idi. Qarabağın 33 xalı var idi, Sabahın 31 xalı var idi. Çox yaxşı Qurban Qurbanov başa düşürdü ki, Sabah var gücü ilə oynayacaq ki, liderliyi ələ alsın, yaxşı formadaydılar. Ümumiyyətlə tərs rəqibdir. Yəni çox yaxşı hazırlaşmalı idi Qarabağ bu oyuna, amma çox zəif göründülər bu maçda. Bütün bunlar təbii ki, düşündürücüdür və indi zamanla gözləyib baxacağıq ki, qışdan sonra Qurban Qurbanov sırf Sabahla oyunlara necə yanaşacaq, ümumiyyətlə çempionluğa daşıya biləcəkmi Qarabağa? Çünki bu mövsümdən əvvəl kimdən soruşsaydın, hamı Qarabağa açıq-aşkar çempionluğa favorit görürdülər, çempion kimi görürdülər. Amma indi hadisələrin gedişatı biraz sanki tərəddüdə salıb hamını və Sabahın performansı da həm də bu tərəddüdləri yaradan. Yəni bugün adi gözlə də görünür ki, bu Sabah Qarabağa baş ağrı ola bilər. Bir dönəm Qarabağ müəyyən bir prosesin, müəyyən bir durğunluğun sonunda çempionluğu Neftçiyə vermişdi və sanki indi sənin dediklərinə yola çıxaraq yenə bu proses Sabahla təkrarlana bilər, əgər olacaqsa. Elə Neftçidən söz düşmüşkən mən Vernidub məsələsində istəyirəm bir danışaq. Bizim Sportal TV-də futbolda gündəm verilişində bu məsələni müzakirə etmişdik. Onda gəlmək ərəfəsində idi. Artıq gəldi, meydana çıxdı, komandanı çıxartdı. Və bu mütəxəssisdən və Vernidublu Neftçidən gözləntilərini istəyirəm. Valla mən həmişə deyirəm, yaxşı məşqçi o adamdır ki, qısa zamanda gəlib komandaya bir toxunuşunu göstərə bilsin.
Çünki bəzən elə məşqçilər olur, gəlir aylarla vaxt istəyirlər, sonra səbəb gətirirlər ki, bu heyət mənim deyil, mən yığmamışam. Onda da ortalığa suallar çıxır ki, səni əgər belə çətin dövrdə rəhbərlik nəticə gözləyəndə gətiriblərsə, yəqin ki, gözləyəsi deyildilər də, səndən dərhal bir komandaya toxunuş istəyirdilər və biz bunun nümunəsini o vaxt Murad Musayev gələndə komandaya Sabaha çox qısa periodda gördük ki, Sabahı Premyer Liqanın ən yaxşı komandalarından birinə çevirdi. Məsələn, istəyir ötən mövsüm olsun, istəyir bu mövsüm olsun, Kəpəzə Azər Bağırovun gəlişini xatırlaya bilərik. Hər dəfə özünün yığmadığı bir komandaya gəlib də çox qısa zamandan sonra fərqli iş ortaya qoymağa bacarır. Və bir də indi Vernyudub gəlib, görürsən ki, adam elə birinci oyunda nəsə bir fərqliliklər göstərdi. Hə, klub futbolunda bir məşqçinin çox rahatlıqla və tez dəyişə bilmədiyi mənə görə 2-3 məqam var. Birincisi fiziki hazırlıqdır. Məsələn, Vernyudub indi gəlib, özü də deyib ki, mən istədiyim futbolu 90 dəqiqə komanda daşıya bilmədi, çünki hazırlıq səviyyələri buna yol vermir. Hardasa təxminən 70 dəqiqə Sumqayıta qarşı əla bir futbol sərgilədilər. Çox əla bir performans göstərdilər, sürətli idilər, dinamika vardı, intensivlik var idi, amma sanki 70-ci dəqiqədən etibarən komanda dayandı. Dayandı və Sumqayıt bundan istifadə edib 2 qol vurdu. Hərçənd bəlkə o 70-ə qədər 2 yox, 3-4 qol vursaydılar, qələbəni bayram eləyəcəkdilər. Bunu dəyişmək üçün zamana ehtiyac var. Sadəcə bir tərəfdən də düşünürəm ki, Vernyudub həm də yaxşı bir vaxta gəlib ki, indi qış fasiləsi olacaq və Vernyudub öz tələblərinə, öz istəklərinə uyğun olaraq Neftçini hazırlaya biləcək. Və dediyim kimi, bir məşqçi komandaya gəlirsə, onun o komandanın hazırlığını qaldırması üçün zamana ehtiyacı var. Bir də harda qəbul edirəm ki, məşqçi biraz özünə bəraət tapa bilər. Bax, bir var məşqçi mövsümün gedişində gəlir. Yaxşıdan pisdən futbolçular artıq bir-birini tanıyırlar. Futbolçular artıq bir-birinə uyğunlaşıblar və burada biraz hazırlığı qaldırıb məşqçinin özünə uyğun o fəlsəfəsini oraya yürütməyə qalır. Bir də var ki, məşqçi mövsümün əvvəlində gəlir və heyət də hardasa dəyişib yeni bir 9-10 futbolçu gəlib. Orada bəli, məşqçi deyə bilər ki, indi futbolçular da yenidə bunların bir-birinə isnişməsi, bunların bir-birini tanıması, uyğunlaşması, üstəgəl məşqçinin ora öz toxunuşunu eləməsi vaxt apara bilər müəyyən qədər. Onu qəbul edirəm. Amma əgər artıq hazır bir heyət varsa, əgər artıq bu futbolçular bir müddətdir bir yerdə oynayırlarsa, bir-birlərinə bələddirlərsə, burada məşqçinin elə ilk toxunuşu çox vacibdir. İndi sual doğuran məqam Neftçi ilə bağlı bir də o idi ki, Vernyudov ilk oyununda Vensan Abubakarı ehtiyatda saxladı. Bu biraz suallar doğurdu ki, niyə Basalo Sambo oynadı, amma Abubakar kimi təcrübəli, tanınmış və böyük ümidlərlə bura gətirilmiş futbolçu 11-likdə yer almadı. Mənim buna öz baxışım var. Çünki həm biz Vernyudubun əvvəlki fəaliyyətini izləyərək belə bir məlumata malikik ki, onun futbol tələbləri daim intensivlikdir, hərəkətlilikdir, yüksək sürətlərdir, pressingdir, sürətli keçidlər və s. Bütün bunlar həm də hazırlıqdan irəli gələn məsələlərdir. Yəni Vernyudubun sistemində gəzə-gəzə oynayan futbolçu ola bilməz. Vernyudubun oyun sistemində futbolçular daim oyunun içində olmalılar və bugün biz əgər Basala Sambu ilə Vensan Abubakarın hazırlıq səviyyəsini müqayisə eləsək, təbii ki, Sambu daha hazırlıqlıdır. Çünki Abubakar toplanış keçməyib, gec qoşulub komandaya və düzdür, indi yaş amili ilə götürsək, Abubakarın 33 yaşı var, Sambunun 28 yaşı var. Yəni Sambu da cavan uşaq deyil də, bir 18, 19, 20 yaşdır. Amma hardan baxsan bir 5 yaş fərq var və Sambu yaxşı bir hazırlıq hər halda keçib Vensan Abubakardan fərqli olaraq və biz Sumqayıtla oyunda da gördük ki, Sambu özü də fərqli göründü. Birincisi meydanda olduğu dəqiqələrdə çox fəal idi, çox aktiv pressing eləyirdi, hərəkətli idi, qol da vurdu. Ümumən sanki fərqli bir görüntü bəxş eləyirdi azarkeşlərə və mən belə fikirləşirəm ki, get-gedə bu qış hazırlıq dövründə Vernyudub Abubakarın hazırlıq səviyyəsini qaldırmağa çalışacaq. Amma bugün biz bilirik ki, dünya futbolunda da elə yaşlı oyunçular, yaşlanmış futbolçular var ki, onlara xüsusi özəl bir hazırlıq proqramı həvalə olunur və həmin o xüsusi proqramla onların o tonusda qalması, hazırlıq səviyyəsində olması təmin edilir. Çünki futbolda bilirik səhiyyənin rolda böyüdü, futbolda o müəyyən cihazlarla, müəyyən vasitələrlə hər kəsin öz yaşına, orqanizminə uyğun bir yükləmə verməyə lazım gəlir və Abubakarın biraz daha yaşlı olmasını nəzərə alaraq
Sambu ilə müqayisədə. Ola bilər ki, onun çox xüsusi proqram tərtib olunsun və məhz o xüsusi yüklənmə hesabına Abubakarı daha yaxşı formaya gətirə bilsin Vermiyodov. Bu baş verəndən sonra ola bilər onun ustalığını nəzərə alaraq daha çox Abubakara həm də şans verər. Çünki bax, təcrübə ilə götürsək Sambu yoxsa Abubakar, təbii ki Abubakar. Qolçuluq keyfiyyəti ilə götürsək, təbii ki Abubakar. Amma hazırlıq səviyyəsində Basalo Sambu daha üstündür, ən azı bu ana deyirik. Burada hardasa bir bərabərlik gətirə bilsə, hardasa Abubakarı daha yaxşı hazırlaşdıra bilsələr və o yüngüllük gəlsə Abubakara oynayacaq. Yox, əks halda yəqin ki Vermiyodov Abubakarı öz planlarında oyunun son 15-20 dəqiqəsində görəcək. Çünki dediyim kimi Vermiyodovun sistemində gəzə-gəzə oynamaq anlayışı yoxdur. Vermiyodov hamının qarşısında o intensivliyi, o sürətləri, o digər tələbləri qoyacaq məşqçidir. Bu qədər. Təşəkkür edirəm. Emin, futbolda gündəm Sportal TV-də yayımlanır və bu gün növbəti 2 vacib mövzu ilə qarşınızda olduq. İrəliyən günlərdə yenə də Premyer Liqamızda fasilə olduğu günlərdə də hətta bizim müxtəlif mövzularla bağlı müzakirələrimiz olacaq. Sportal Az saytının təsisçisi Emin Abbasovla birgə bu dəqiqə üçün, bu gün üçün bu qədər. Hələlik.